Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar uçuşları təxirə salınan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi davam edir. Üçüncü təxliyə reysini həyata keçirən təyyarə az sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına inəcək. Əməkdaşımız Şəbnəm Qurbansoy hazırda hava limanındadır. Salam Şəbnəm, təyyarə nə qədər insanı gətirir? Onlar hansı ölkədən gəlirlər? Təfərrüatları səndən eşidək. Hər vaxtınız xeyir olsun Güney, sizi və tamaşaçılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından salamlayırıq. Yaxın Şərqdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün növbəti təxliyə reysi artıq Bakıdadır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır. Qeyd etmək istəyirəm ki, bu üçüncü təxliyə reysidir. Bugün Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muscat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirildi və arxamda gördüyünüz bu təyyarədə Boeing 787 Dreamliner təyyarəsində 200-ə yaxın Azərbaycan vətəndaşı var və bununla da artıq üçüncü təxliyə prosesində ümumilikdə 600-ə yaxın Azərbaycan vətəndaşı yaxın şərqdə baş verən hadisələrlə əlaqədar uçuşları təxirə salınan 600-ə yaxın Azərbaycan vətəndaşı Bakıya gətirildi Azərbaycan dövləti tərəfindən və xüsusilə qeyd etmək istəyirəm ki, bu reyslər mövcud vəziyyət davam etdikcə davam edəcək. Bildiyiniz kimi Birləşmiş Ərəb Əmirlikləri hava məkanını artıq bağlayıb. Elə bu səbəbdən də orada qalan xeyli sayda vətəndaşlığımız var idi. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə Birləşmiş Ərəb Əmirliklərində 490 Azərbaycan vətəndaşı var idi. Artıq onların 200-ü gətirilib, digərləri isə növbəti reyslərdə gətirilməsi planlaşdırılır və Azal bu reysləri tam təhlükəsiz şəkildə həyata keçirir.